Salam, hörmətli müəllimlər. Mən Aysiyə Mustafayeva sizi Müəllim İnkişaf Mərkəzindən salamlayıram. Bugün sizlərə Səsli Qız əsərinin ümumi məzmunu ilə bağlı bir sualın izahını verəcəm və ilk öncə sizə may qruplarımız haqqında məlumat verim. May qruplarımız həftədə 7 dəfə olacaq. 4 dəfə ədəbiyyat, 3 dəfə Azərbaycan dili. Təbii ki, dərslərimiz canlıdır, sonradan da izləyə bilirsiniz. Siz həftədə 4 dəfə ədəbiyyat dərsinə qoşulmaqla əsərlərin bütün xırdalıqlarını öyrənə biləcəksiniz. Bildirmək istəyirəm ki, həmçinin də imtahana kimi tam şəkildə proqram təkrarlanacaq. Və bununla bitmir. Siz həftədə 6-7 dəfə saytdan ümumi və mövzu sınaqları işləməklə həmçinin də vaxtdan düzgün istifadə etmiş olacaqsınız. Bəzən müdavimlər bildirirlər ki, mən imtahanda yüksək nəticə göstərə bilmirəm, amma hər şeyi bilirəm. Təbii ki, siz vaxtdan düzgün istifadə edə bilmirsiniz və bizim dərslərimizə qoşulmaqla həm proqramı təkrarlayacaqsınız, həm də imtahan formatında sınaqlar işləməklə vaxtı düzgün bölə biləcəksiniz. Baxaq sualın izahına. Təbii ki, qoşulmaq üçün qoyulan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Sualımızın izahına baxaq. Deməli, Əhməd Cavad Səsli Qız əsərində doğru fikirlərin qarşısında çıxana qara. Deməli, qarada doğru olmalıdır. Yanlış fikirlərin qarşısına çıxana ağ olmalıdır. Ağda da ki, yanlış olmalıdır. Və neçə məqamda uyğunluq pozulub. Şair Səsli Qızın səsini müqəddəsləşdirib. Bu düzgün fikirdir. Deyir, sənin səsin bir ayədir. Və həmçinin də bildirir ki, mənim dərdimi şərh eləmə. Səsli Qıza bildirir. Və bu düzgün fikirdir. Pozulmuyor. Dərviş belə Səsli Qızın səsinin möcüzəsini anlaya bilmir. Bəli, bir dərvişlə məsləhətləşir. Dərviş də bildirir ki, yəni bir möcüzədir Səsli Qızın səsi. O da şərh eləyə bilmir. Haqqın səsidir, haqqın cilvəsidir. Və deməli, burada doğru fikirdir əslində, yanlış olmalıdır, uyğunluq pozulur. Şair Səsli Qız haqqında Saraya danışır, burada da uyğunluq pozulub, doğru olmalıdır. Şair Sara, Səsli Qız haqqında deyir, Saraya danışır, əslində Sara haqqında Səsli Qıza danışır. Yəni, Sara və Səsli Qız ayrı-ayrı obrazlardır. Şair Səsli Qızla əsərin əvvəlində başlayır danışmağa və bildirir ki, sənin səsin bir ayədir, mənim dərdimi şərh eləmə və sonra başlayır ki, oxudum tarixlərdən qanıçən bir hökmdar haqqında həmin bu əhvalatı başlayır Səsli Qıza danışmağa. Təbii ki, Səsli Qızın səsi müqəddəsləşdirilir əsərdə və bir ayəyə bənzədir. Dərviş də hətta deyir, bu səsin sehrini aça bilmir və deməli, burada uyğunluq artıq pozuldu iki yerdə. Buludlar belə qalib hökmdardan çəkinir. Bu düz fikirdir. Amma biz demişdik ki, Axananın qarşısına çıxan fikir yanlış olmalıdır. Uyğunluq pozuldu. Bəli, buludlar çəkilir. Hətta orada buludlar bir-birləri ilə söhbətləşirlər. Eşidəndə həmin hökmdar haqqında qorxurlar orada. Günəş də deyir, həmin gün bəxtəvər şəkildə çıxır. Yəni, qalib hökmdardan artıq hamı qorxur. Çünki bütün o küçələrdəki, qaldırımlardakı qanlar təmizlənir səhərsi gün. Hamı onu qarşılamağa çıxır və həm də insanların üzündə bir maraq olur, maraq oyanır. Və deməli, burada da pozulub. Azadlıq mübarizəsində uşaqlar, qocalarla bərabər rəqqasələr də iştirak edir. Bu yanlış fikirdir. Əslində burada doğru olmalıdır, amma burada da pozulub, uyğunluq. Təbii ki, Azadlıq Sara qalib şahı zəhərləyəndən sonra xalq ayaqlanır və orada xalq. Təbii ki, rəqqasələr, Sara və rəqqasələr xalqın yüksək rütbəli şəxslər tərəfindən qalib şahın məclisinə gətirilir və
Qalib Şah əyləndirmək üçün təbii ki, orada Sara'dan başqa hamı sərxoş olur. Sara bir sərxoş olmur orada və təbii ki, orada Qalib Şahı zəhərləyir. Bu yanlış fikirdir. Yəni Qara xananın qarşısındakı fikir əslində doğru olmalıdır. Yanlış verilir, uyğunluq pozulur. Qalib Şahın ayaqları altında qurbanlar kəsilir. Bu düz fikirdir. Uyğunluq pozulur burada. Təbii ki, Qalib Şah qana susamış bir şah olur. Yəni artıq insan qanı olmayanda onun gəlişi ilə əlaqədar qurbanlar kəsilir. Hətta orada verirlər ki, darğalar belə, darğalar küçələri təmizləyirlər. Sadə xalqı küçələrdən qovurlar arxa tərəflərə və bildirirlər ki, yolları kirlətməyin. Hörmətli müəllimlər, təbii ki, sınaq qruplarımıza qoşulmaqla siz intensiv olaraq həm ədəbiyyatdan, həm Azərbaycan dilindən sınaqlar işləyib, təbii ki, imtahana tam şəkildə hazır olacaqsınız. Diqqətiniz üçün təşəkkürlər.